Salam, hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər. Bugündən sonra sizin aşağı siniflərində imtahan suallarının Azərbaycan dillərini izah edəcəyik kanalımızda və mütləq kanalımıza abunə olun, videomuzu bəyənin ki, sizə tez vaxtda gəlib çatsın, siz hamıdan yaxşı yaza biləsiniz. Hal-hazırda 3-cü sinifdən deməli olan OTK-nın deməli bugün keçirilən 19 oktyabrda keçirilən sınavın izahına baxırıq və sualları izah edək. Hansı şəkilçilər sözlər arasında əlaqə yaradır? Təbii ki, əlaqə yaradan şəkilçilər qrammatik şəkilçilərdir. Ona görə də biz burada götürməliyik cəm şəkilçisini və bir də d zaman şəkilçisini. Lu və ça deməli leksik şəkilçilərdir. Onları götürə bilmərik. Onlar yeni söz yaradan şəkilçilərdir, əlaqə yaradan yox. Deməli, sadə sözlər cərgəsini göstərin. Burada isə dəniz və sahil sözləri görürsünüz, sadədir. O birlərə baxaq, tamaşaçı, yağlı, çörəkçi, üzümçü, dostluq, məsələn, tozsoran burada mürəkkəb sözdür, sulu düzəltmə sözdür, baxaq. Deməli, cavab B variantı. Üçüncü suala baxaq, sözün izahı düzəltmə söz deyil. Burada deməli, çörək bişirən şəxs çörəkçi, balıq tutan şəxs balıqçı, görürsünüz, düzəltmədir. Bağa qulluq edən şəxs bağban. Bu da düzəltmədir. Şagirdlərin təhsil aldığı yer məktəb. Bu sadə sözdür. Gül qoymaq üçün qab. Bu da gül qabıdır. Bu da mürəkkəb. Güldan da var hələ. Güldan. Güldan da düzəltmədir. Deməli, cavabımız nə oldu? D variantı. Neçə söz sadə sözdür? Ana sözü sadədir, övladının hal və mənsubiyyət var, uğurlarına, burada da hal, cəm, mənsubiyyət var, çox sevinir. Burada da deməli, görürsünüz, şəkilçi yoxdur. Yəni, burada leksik şəkilçili söz olmadığına görə elə bütün sözlər sadə sözlərdir. Uşaqlar çiyələkli keksi bəyəndi. Altından xətt çəkilmiş şəkilçilərin ortaq xüsusiyyətlərinə baxaq. Li və D bəyəndi, çiyələkli. Hər ikisi 2 cür yazılır. L, li, lu, lü 4 cürdür. D, di, du, dü 4 cürdür. Hər ikisi 4 cür yazılır variantını seçirik. Hansı sözün kökü necə sualına cavab verir? Təmiz. Necə? Təmiz. Deməli, bura həkim kimdir? Küs, küskün. Küsmək feildir. Küs, nəyid? Bağ nə sualına cavab verir? Burada nəyət sualına cavab verir? Cavab A variantı. İncə dodaqlanmayan saitlər deyir. Burada da cavab D variantıdır. Növbəti sualımıza baxaq. 8-ci sualda 2 cür yazılan şəkilçilər neçə sözdə var? Çiçəklər sözündə 2 cür yazılır. Larlər 2 cür yazılır. Varlı 4 cür yazılır. Bacıya 2 cür yazılır. A-ə. Güldən, dandən 2 cür yazılır. Təmirçi çı-çi, çü-çü 4 cür yazılır. Aktyorlar, larlər 2 cür yazılır. Dənizçi 4 cür yazılır. Çı-çi, çü-çü. Deməli, bizə nə lazımdır? 2 cür yazılanlar. 1, 2, 3, 4. 4 dənə sözümüzdə deməli bu var. C variantı. Verilən fikirlərə uyğun şəkilçiləri seçin. 4 cür yazılır. Bir də düzəltmədir. Düzəltmə şəkilçidir. Yəni, leksik şəkilçidir. D variantı. 10-cu suala baxaq. Sözlər kök və şəkilçidən ibarətdir. Kök və şəkilçidən burada şəkilçi var, bir də kitabda sözündə şəkilçi var. Deməli, 1-2 cavab da olacaq C variantı. Növbəti, doğru fikri seçin deyir. Bütün şəkilçilər yeni söz düzəldir, belə şey olmaz. Bütün şəkilçilər 4 cür yazılır, olmaz. Sözün kökünə 2 və daha artıq şəkilçi artırmaq olar. Bəli, istədiyin qədər şəkilçi artıra bilərsən. Cavab budur. Deməli, həm kök, həm şəkilçi ayrılıqda işlənə bilər, ayrılıqda şəkilçi işlənə bilmir. Bütün şəkilçilər 2 cür yazılır, bu da səhvdir. Cavab olur C variantı. Yazıcı tələffüzü fərqlənməyən sözlər cərgəsindir. Planet və kosmos fərqlənmir. İnşaatda inşaat A-nın biri düşür. Sonra kompüter olur, 8 olur. Şair Y artırılır, bir dənə də A uzanır. Qılınc Ç olur, yarpaqda X olur, kobudda T olur. Deməli, D variantı. Düzəltmə sözlər cərgəsini göstərin deyir. Dadlı, bir də çəmənlik. Görürsünüz, burada deməli, bunlar düzəltmədir. O birlər deməli, düzəltmə söz deyil hamısı. Cavab Y variantıdır. Bir dənə burada biri düzəltmədir.
Sonra başqa mübahisəli. Bir də burada biri düzəltmədir. Yəni cavab Y variantıdır. Üç hecalı sözlər vardır. Üç hecalı sözlər görürük Y variantındadır. Burada da deyir ki, sxemə 15-ci sualda sxemdə verilmiş sözlərin ortaq cəhəti nədir? Mehriban, nümunə, qəhrəman, divan. Bunların hamısının ortaq cəhəti nə olacaq? Bütün sözlərdə qapalı sait varmı? Məsələn, qəhrəmanda yoxdur. Hamısının yazışı tələffüzü fərqlənir. Məsələn, fərqlənmirlər. Bütün sözlər üç hecalıdır. Xeyr, divan sözü iki hecalıdır. Hamısı düzəltmədir, şəkilçi yoxdur. Bu da səhvdir. Heç biri ahəng qanuna tabi deyil. Bax, budur. Görürsünüz, hamısında qalın və incə saitlər var. Deməli, ahəng qanuna tabi deyil. 16-cı suala baxaq. Bulut və ot sözlərinin hansı şəkilçi artırılsa düzəltmə söz alınar? Lu, buludlu, otlu. Deməli, D variantı olacaq. Hökmdar sözü ilə bağlı doğru fikri seçək. Həm qalın, həm incə sait var. Bəli, incə saitimiz bu, qalın saitimiz də bu. Elə A variantıdır. Növbəti 18-ə baxaq. Sözlərdə həm 2, həm də 4 cür yazılan şəkilçilər var. Baxaq. Deməli, burada baxın. Evimiz, ev, imiz, ımız, imiz, umuzumuz 4 cürdür. Dadə 2 cürdür. Sonra meydançada bir dənə şəkilçi var. Meydança, bu da 2 cürdür. Balıq, balıqçı, çı, çöçü 4 cür. Lar, 2 cür. Deməli, nə oldu cavabımız? 2 və 3 olacaq. Pulludur sözündə də l, li, luli 4 cürdür. Dır, dir, durdur 4 cürdür. Ona görə 2, 3. Cavab olacaq C variantı. Hansı cərgədəki sözlər yanlış yazılıb? Yanlış yazılıb, yəni səhv yazılıb. Müraciət, burada səhv yazılıb, bağban amma düz yazılıb. Yaxşılıq, xeyirxah, ikisi düz yazılıb. Şagird, kompüter düz yazılıb. Manat olmalıdır burada. Məhəttəldə bu H olmamalıdır. Cavab deməli D variantıdır. Hansı söz kök və şəkilçiyə düzgün ayrılıb? Bağ, banlar. Elə A variantı düz ayrılıb. Bağ sözün köküdür, ban leksikdir, lar da qrammatikdir. Digərlərinin səhv ayrılıb var. Şəkilçiyə, kök və şəkilçiyə deyir, ha, hecə yox. Diqqətlə fikir verin. Belə, bu qədər. Sağ olun. Videomuzu bəyənin, kanalımıza da abunə olun ki, hamıdan qabaq siz sınaqları görə biləsiniz.